Dilləndi qələm, açdı gözəl söhbəti Zəhradən. Alsın bütün aləmdə bəşər ibrəti Zəhradən. Ləvlaşə kəlamında sözün cövhəri Zəhradır. Çün Xaliqi Sübhan yaradıb İsməti Zəhradən. Əl-Fatimətu vəzətü minni dedi Peyğəmbər. Bir parça Muhammed ətinindir, əti Zəhradən. İstərsə qadın öz ərinin razılığı əhvalın, öyrən Əliyə qarşı olan xidməti Zəhradən. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız. Allahın salamı olsun sizlərə. Gözəl bir gündə, gözəl bir verilişdə, yəni İrsimiz adlı verilişdə sizləri salamlayırıq. Gününüz xeyir olsun. Bax, bugün elə bir gündür ki, bugün bəşəriyyətin sevinən günüdür. Məhz verilişimizi xanımın adı ilə başladım. Niyə xanımın adı ilə başladım? Çünki bugün Fatimə Zəhra salamullahi əleyhanın məktəbini yaşadan, bu ailənin davamçılarından olan, ömrü ilə, xidməti ilə, elmi ilə, belə deyəm, imamət bağının bir gülü, İmam Musa Kazım əleyhissalamın bağının meyvəsi, İmam Rıza əleyhissalamın canının bir parçası, belə deyəm, möminlərin qəlbinin sevinci olan xanım Fatimə-i Məsumə salamullahi əleyhanın mövlud günüdür. Bu müqəddəs gün münasibətilə, bu mübarək gün münasibətilə əvvəl mən zamanın sahibi və sonra da xanımı tanıyanları, xanımı sevənləri, xanımın ziyarətində olanları və illa onun ziyarətinin arzusunda olanları bu bayram, bu mövlud günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun deyirəm. Allah təbarək və Teala bu gözəl xanımın, yəni Fatimə-i Məsumə salamullahi əleyhanın dünyada ziyarətin, axirətdə şifaətindən sizləri və bizləri binəsib eləməsin. Bir daha bayramınız mübarək olsun. Beləliklə İrs Media, İrsimiz adlı verilişimizlə evlərinizin qonağıyıq. Mən elə sözü çox uzatmadan qonaqlarımız sizlərə təqdim etmək istəyindəyim. Azərbaycanımızda, Respublikamızda və Respublikamızdan da kənar böyük xidmətləri olan, belə deyərdim, qədim Quran kitablarının araşdırma İctimai Birliyinin sədri bizim dəyərli anamız, Hacı xanımımız, Nəhayət xanım Hüseynova. Hacı xanım, xoş gəlmişsiniz. Salamlayırıq, əvvəldə elə sizlərin də bayramını təbrik edirəm. İnşallah bu İctimai Birliyin də təşkilatçılarından olan, böyük zəhmət olan ilə bu İctimai Birlikdə xidmətdə mənim çox dəyərli bacım Şəbnəm xanım Mirzəyeva. Hacı xanım, xoş gəlmişsiniz. Sizləri də salamlayırıq, bayramınız mübarək olsun deyirik. Və dəyərli izləyicilərim, ümid edirəm ki, bugün çox bir maraqlı verilişimiz olacaq. Elə ilk öncə mən dəyərli Hacı xanıma sualım qoyub belə olsun. Bax, bugün Fatimə-i Məsumə salamullahi əleyhanın mövlud günüdür. Gəlin bu xanımın həyatı haqqında, bu xanımın həyat fəaliyyəti haqqında bir qədər danışalım inşallah. Buyurun. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Biz xanım Fatimə-i Məsumə salamullahi əleyhanın həyatından ki, bugünkü gözəl bir verilişimiz ki, inşallah ki, başa gələcək. İnşallah. Xanımın həyatına baxanda, xanım Fatimə-i Məsumə salamullahi əleyha hicrətin 173-cü ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Onun atası İmam Musa Kazım əleyhissalam 7-ci imam, anası isə Nəcmə xanımdır. O həm də İmam Rıza əleyhissalamla həm ata, həm ana bacı qardaşdılar. Və xanım Mədinədə doğuldu və onun qardaşı İmam Rıza əleyhissalam da hicrətin 200-cü ilində Mədinədən Mərvə. O vaxtı Mərvə idi, sonra oldu Xorasan, indi isə Məşəd adlanan o ərazidir ki, və o zamanki Abbasilər xəlifəsinin demək olar çox zülm elədiyi Əhl-i-Beyt, Əhl-i-Beyt xandanına etdiyi zülmlərdən birisi oydur ki, İmam Rıza əleyhissalamı Mərvə sürgünə gəldi.
sürgün demək olar da o dövrə baxanda. Bəli. Və xanım bir ildir ki, qardaşının həsrəti idi və xanım Mədinədə yaşadığı dövrdə atası İmam Musa Kazım olaraq, qardaşı İmam Rza əleyhissalam və xanımın özü Babil Həvaic, atası İmam Musa Kazım əleyhissalam da Babil Həvaic və qardaşı İmam Rza da Babil Həvaicdir. Xanım o dövrdə Mədinədə yaşayanda, xanım gözəl əhkam biləni, Quran müəlliməsi, o dövrün, o zamanın yaşadığı dövrdə bütün xanımlara həm şəriət dərsləri, Quran dərsləri, şəriəti çatdırmaqdaydı. Sanki öz nənəsi Fatimə Zəhra kimi, bibisi xanım Zeynəb kimi. Bu xanımın həyatına biz baxış eləyəndə, xanım 28 il ömür sürsə də belə, qardaşı İmam Rza üçün çox darıxmışdır. Ancaq xanımın o dövrdə Mədinədə qalmağa da, insanların da xanıma ehtiyacı vardır. Ancaq xanım biət etmək üçün, biətini təzələmək üçün bir ildir ki, qardaşını həsrət qalmışdı və istəyirdi ki, Mərvə getsin İmam Rza ilə və qardaşları ilə İmam Rza əleyhissalamla görüşsün və elə bir şərait düşdü ki, yəni o vaxt Abbasilər xəlifəsi demək olar ki, Məhəmməd xanedanına və Əhl-i Beytin tərəfdarlarına çox zülmlər edirdilər. Və onlar Səba şəhərinə yaxınlaşanda elə bir hakimiyyətin tərəfdarlarından bir qrup insanlar bunlara qarşı amansızlıq göstərdi və böyük bir zülmə məruz qaldılar və bu zaman xanımın yanında olan 23 nəfər şəhadətə çatdı və xanımı orada Əhl-i Beyti sevməyən, Əhl-i Beytə düşmən olan, xanedanla düşmənçilik eləyən bir qrup insanlar var idi ki, xanıma getməyə məcbur qaldı ki, xanım Mərvə getmədi və xanım Səba şəhərindən qaydası oldu ki, Səbadan xanım o vaxt ki, Quma gələsi oldu. Quma baxanda Qum şəhərinin mənası qalxmaq deməkdir. Çünki Qum haqqında o zaman Qum şəhərinə bir nəzər eləyək. Qum şəhəri Hicrətin 83-cü ilində meydana gəldi. O zaman İmam Baqir əleyhissalam və İmam Cəfər Sadiq əleyhissalamın zamanındaydı və bir də o zaman Məhəmməd Ali Məhəmmədin yanında olan o şəxslər vardı ki, onlar böyük alimlər idi. Mərvanın hakimiyyəti zamanı idi. Onlar zülmə məruz qalmışdılar və beləliklə də onlar Quma pənah gətirmişdilər və onlar Qum şəhərində bir məktəb yaratmaq ərzində idilər. Və xanım da öz babasından eşitmişdir ki, mənim evlatlarımdan və bu Qumda onların yaşaması üçün və onların böyük bir ziyarətə məkanı olacağını öncədən demişdir. Və xanım da oradan demək olar ki, bildilər ki, o insanlar ki, bunlar Məhəmməd xanedanındandılar, İmam Rzanın bacısıdır və gəldilər Qum şəhərinə. Və Qum şəhərində xanımı da o vaxtı sevməyən insanlar var idi ki, bir xanım tərəfindən zəhərləndirilmişdi. Xanım orada 17 gün yaşamağa belə deyək ki, ümumiyyətlə xanımı ora gəlməsinə məcbur oldu. Əhl-i Beyti sevən bir alimin sayəsində ki, bildilər ki, artıq o vaxtki zamanda elə idir ki, insanların məlumatı çox az idi. Bunun üçün insanlara çatdırmaq lazım idi. Və o bir alim idir ki, artıq eşitdi ki, İmam Rzanın bacısıdır, İmam Musa Kazımın qızıdır və onu öz evinə gətirdilər. Xanım o evdə 17 gün yaşadı. Yəni bu belə alındı ki, xanım o yaşadığı evdə iki xanımdır ki, bu həmin xanım Fatimə-i Məsumədir, həm də ki, Əli qızı Zeynəb, Hüseynin bacısı Zeynəb salamullahi aleyhadır ki, bunlar hər ikisi, bunların həm atası imamdır, həm qardaşları imamdır, həm babası xanım Zəhranı, xanım Zeynəbin babası Allah Rəsuludur və xanım Fatimə-i Məsumə. O xanımın adı Fatimə olsa da belə, xanım ləqəbi Məsumə idi və Fatimə idi, Siddiqə idi. Bu adlar xanımda var idi. Ancaq ona Məsumə deyərək müraciət eləyən qardaşı
İmam Rza əleyhissalamıdır ki, bizim Qərbi İmam Rza kimi 8-ci bəli. imam dediyimiz o imamımızdır ki, xanımı məsumə adlandırmışdır. Çünki o həm də ki Əhl-i Beytin kəriməsi adlanırdı. Xanım Fatimə-i Məsumə səlamullah əleyha həm xanım Zeynəb kimi qardaşı ilə yola çıxmağı ona nəsib olmuşdu, həm də xanım Məsumə o xanım idi ki, onun böyük bir fəaliyyəti vardı. Və məxsusi bu xanedana yaraşan fəaliyyəti varıdır. Və xanım Məsumə orada bir də Qum şəhərindəki 17 gün qeyd elədim bayaq qaldı və xanım orada az yaşadı, ancaq xanımın orada demək olar ki 17 gün ərzində ibadəti, xanımın ədəbi, xanımın əxlaqı bütün Qum şəhərində insanlara bir örnək oldu. Və xanım 17 gündən sonra dünyasını dəyişdi və xanımı Qum şəhərində orada dəfn elədilər. Və baxaq görək Qum şəhərində hansı alimlər var, kimlər var. Və Qum şəhərində belə ki, bizim Şeyx Şüştəri adlı böyük bir alim olubdu ki, yəni çox alimlər olubdu. Ancaq Şeyx Şüştərinin yazdığına görə o zaman xanımı bir şəxs olur ki, onun sayəsində ki, orada xanımın qərar tapması, xanımın orada ziyarətinin meydana gəlməsi, o şəxslərin tərəfindən ərziyə gəldi. Ancaq bir iş var ki, xanım bilirdi. Çünki xanım elə bir insan idi ki, o Musa Kazım əleyhissalamın bulağından su içmiş və imamətin məsuməsi ona görə deyilirdi ki, bütün günü xanım nübüvvət elminin içərisində idi. İmamətinlə yaşamış bir xanım idi. O bilirdi ki... Belə deyərdik, mən üzr istəyirəm çox sizdən. Qum şəhəri sizcə, yəni sizin fikrinizcə, Qum şəhəri xanım Məsumənin orada yatmaqlığı ilə nur tapdı. Belə demək olar da. Bəli, sözsüz. Çünki Bababeyin özü də deyir, Şeyx Şüştəri də deyir. Yəni onların bilirsiniz də, Qumda xanım Məsumənin hərəmində bir dənə ziyarətgahdan əlavə bir yer var. Orada böyük alimlərin, mərci təqlidlərin qəbri şərifləri yerləşir. Bəli. Və yaxud da o zaman belə deyək ki... Bugün özü də çox üləmalərin, çox müştəhidlərin dəfni həmən mərqətdədir. Bəli, həmin yerdədir. Bəli, yəni bu xanım elə bir xanımdır ki, biz onun haqqında görün zamanının son imamı nə gözəl söz deyir. Deyir, əgər məndən soruşursunuz, naiblərindən bizə çatan fikirdir. Deyir, məndən soruşursunuz ki, nənəm Fatimənin qəbri hardadır, ziyarəti hardadır. Deyir, nənəm Fatimənin deyir, qəbrini ziyarət eləmək istəyirsinizsə, gəlin Quma. Qumda deyir, bibim deyir, xanım Məsuməni ziyarət eləyin. Elə onun ziyarətidir sanki. Və bir də bu xanımla həm baxaq, həmin o Nur evi ki, hal-hazırda indi bir mədrəsədir Qum şəhərində və xanımın ziyarətinə gələnlər, insanlar var ki, İmam Rızanın ziyarətinə gedirlər. Ancaq elə insanlar var ki, xanımın ziyarətinin daha çox dəyəri tapanlar var. Bir şəxs haqqında danışmaq istəyirəm bugün bu mövzuda ki, xanımın bugün günüdür. Biz bugün xanım Fatimə-i Məsumə səlamullah əleyhadan danışırıq. Onun mövlud günüdür. Bu xoş gündə, bu bayram günündə xanımın o kəlmələri vardır ki, və bir gün deyir xanım Fatimə-i Məsumə səlamullah əleyha onun hərəmində bir gözətçi var, onun yuxusuna gəlir və o zaman deyir Qumda çox qar yağardı, çox soyuq olardı və bunu yuxusunda deyir ki 3 dəfə qalx get yuxarıda sən çırağı yandır, minbərdəki o çıraq görünsün. O təəccüb eləyir. Bir dəfə, 2 dəfə yenidən qalxır, yandırır. Sonra xidmətçinin yuxusuna gəlir. Bəli. O elə bir nəticə yaranır ki, səhər gəlir, görür ki, ziyarətçilərdən biri deyir ki, yaxşı ki, deyir, biz axşam deyir minbərdə xanımın şamlarının yandığını gördük. Yoxsa biz deyir, soyuqda, dumanda deyir, yolumuzu azıb gedəcəkdik. Və deyir, fikirləşir ki, gör xanım doğrudan da nə qədər bu elmə malikdir ki,
Bu xanım mənə yuxumda gəldi. Dedi ki, onun zəvvarına, gələcək zəvvarına belə yol açdı. Və bu xanım o xanımdır ki, biz müqayisə eləyəndə baxaq həmi xanım Zeynəbə, xanım Zeynəb Səlamullahi əleyhada ki, onun da haqqında 12-ci imam, Ağa İmam Mehdi sahibi zaman Əcəllallah fərəcəhum buyurur ki, deyir ki, kim əgər istəyirsə mənim zührüm təcil olsun deyir. Deyir, Allahı deyir, bibim Zeynəbin deyir, Hicrətin 61-ci ilində, Məhərrəm ayının 10-unda, bibimin deyir, başına gələn müsibətlər və deyir, bibimin Şama əsir gedən, qolları bağlı halına ant versələr, ilahi mənim onda zührümü təcil qərar verər. İnşallah. Baxaq, biz müqayisə eləyəndə, həm xanım Zeynəbi, bəx mən qeyd elədim, həm də ki, xanım Fatımeyi Məsumə Səlamullahi əleyhanı və xanımın o 28 il sürdüyü ömür, yəni xanım heç bir ailə həyatı qurmadı, nə bir evladı olmadı. Ancaq xanımın həmin o Qum şəhərində yerləşdiyi o mənziləti, məqamı, ziyarəti, biz ki, deyirik ki, Məsumə Qum ziyarətə gedirik. Xanımın orada nə qədər universitetlər o dəqiqə fəaliyyət göstərir, nə qədər hövzələr var, nə qədər ki, oranca ustadlar yetişdirir, elm əhli yetişdirir. Doğrudan ilahidən gələn bir bərəkətli neymətdir. mənəviyyat Çox hərəkəti. doğru, Vallahi. çox doğru Həcə. Yəni o ilahi bir neymətdir və həm də orada sanki müştəhidlərin məkanıdır. Hal-hazırda biz bildiyimiz kimi Qum şəhərində, bir də Qumun adı nə Qumdur? Bilirsiniz ki, bir araç deyim onu sizə biləsiniz. Tamaşaçılarımız üçün də maraqlı olar. Çünki Allah Rəsulu deyir, Meyraca gedən zaman, deyir, şeytan lənətullahı deyir, o məqamın ərzində gördü. Dedi ki, oldan qalx, rədd ol. Yəni Allah Rəsulu şeytanı ərazidən uzaqlaşdırma mənasını verir, qalx mənasını verir. Yəni Qum sözünün mənası qalxmaqdır. Burada da kimlər qalxır? Alimlər, ulamalar, müştəhidlər, sonra həmçində bilir ki, bu dəqiqə biz qabaq belə ki, oxuyanlar vardı Zeynəbiyə də. İndi bütün o Zeynəbiyənin alimləri, mərcikləri hamısı Qumda yerləşmişdir. Bir baxaq görək İmam Cəfər Sadiq əleyhissalam nə gözəl söz demişdir. Demişdir ki, Allahın hərəmi Məkkədir. Məhəmmədin hərəmi deyir Mədinədir. Əlinin hərəmi deyir Kufədir deyir. Mənim evladlarımın hərəmi isə Qumdur. Və buyurur ki, İmam Cəfər Sadiq əleyhissalam, mənim evladlarımın deyir, yerləşdiyi o məkan deyir, Allah deyir cənnətə 8 qapı vermişdi. Onun 3-ü deyir Qumdan açılacaqdır. Baxaq görək biz hansı bir xanımın bugün mövluduna cəm olmuşuq. Öyle bir xanımdır ki, onun bəx qeyd elədim, müqayisəsi yalnız Fatimə-i Zəhranın balası olan xanım Zeynəb Səlamullahi əleyha ilə bahəmdir ki, yəni həmi baxanda, həm də baxaq, xanım Zeynəb Səlamullahi əleyhanın məqamı idir ki, Kərbəlada, Neynəvada olan fəaliyyəti idi. Həm də ki, xanımın o məqamı idir ki, onun qardaşı oğlu İmam Cavad əleyhissalam. İmam Cavad əleyhissalamın həm də baxaq xanım Fatimə-i Məsumənin öndən qabaq baxanda Fatimə-i Zəhra, onun qızı Fatimə, İmam Hüseyin əleyhissalamın qızı Fatimə, sonra İmam Sadiq əleyhissalamın qızı Fatimə, ta ki gəldi bu Fatimələr və sonda xanım Fatimə-i Məsumə Səlamullahi əleyha, xanımda birləşən böyük bir hərəm, xanımda birləşən böyük bir taqva, xanımda birləşən böyük bir məktəbin, yəni bundan dəyərli bir xanım elə belə deyək də, Əhl-i Beytə layiq olan və Əhl-i Beytin sevimliləri olan bu xanımlarla baxan xanım Məsumənin mövluduna cəm oldu. Hacı xanım, Allah razı olsun, mövzumuza qayıdacağıq inşallah. Və bayaq çox gözəl vurğuladınız və illərdir bu vurğu var ki, xanım Fatimə Məsumə Salamullahi əleyhanın həyatına nəzər salanda istər-istəməz insanın gözünün qabağında Əli qızı Zeynəb Salamullahi əleyhanın həyatı canlanır. Təbii ki, eynən bənzərli bir həyat yaşayır.
yaşayırlar. O Əhl-i Beytin, yəni onların cəddinin məktəbini yaşamasına və o qardaş sevgisi, o qardaş məhəbbəti təbii ki, mən bir daha efir vasitəsilə dəyərli analarımın bu gözəl bayramını ürəkdən təbrik və bunu da qeyd etməyə özümə borc bilirəm ki, bütün məsumlar bizə məhrəm, doğma, əzizdir. Amma xanım Fatimə Məsumə adı gələndə o bizə daha bir addım yaxındır. Ona görə yaxındır ki, onun doğma bacısı bizim Azərbaycanımızdadır. O da bizim Fatimə Həkimə salamullah əleyhə. Yəni bizim Bibi Heybət adlı tanıdığımız müqəddəs hərəm, müqəddəs mərqəd. Sözün əsli mənasında birini qoyaq, birini danışaq. Ki mənim bir çətin bir müşkülüm olanda and ol Allahın əzəmətinə ki, gecə saat 2 olsun, 3 olsun, o saatından asılı olmayaraq mən gecə duraram, gedərəm hərəmə. Hətta hərəm bağlı olsa belə, o hərəmin qiblə tərəfdən diyanaran bir hacətim olsa, mən evimə qaydana qədər kimlərsə ola bilər ki, bunu biganə qəbul edirəm, amma mən gördüyümü və aldığımı deyirəm. Mən evimə qaydana qədər mənim hacətimi Allah mənə o xanıma xatir istəmişəm və almışam. Çünki niyə bunlar bayaqları mənim dəyərli bacım, dəyərli müəlliməmiz qeyd elədi ki, bunlar Babəl Həvaic balasıdır. Bunlar özləri Babəl Həvaicdir. Odur ki, gəlin bu qapıdan uzaq düşməyək. Yeri gəlmişkən mən daha mənim dəyərli bacım Hacı xanımımız ki, illərlə böyük zəhməti olan Şəbnəm xanım bayaq İctimai Birliyin xidmətlərindən istəyirəm bir qədər danışaq. Ya Allah. Allahın salamı olsun, əziz dəyərli müsəlmanların üzərinə. Təbii ki də biz öz növbəmizdə baş əsrimizin imamı, Mövlamız Allah onun zuhuruna təcil eləsin. Amin. Ağamız Mehdi əleyhissalam olmaqla bütün müsəlmanları xanım Məsumə salamullah əleyhanın mövlüdü münasibəti ilə təbrik edirik. Bugün mən bura Əhl-i Beyt məclislərinin təşkilatçısı kimi dəvət olunmuşam və bu dəvətə görə İrs Media mən təşəkkür eləmək istəyirəm. Allah müvəffəq eləsin sizləri bu yolda. Əhl-i Beyt məclisləri ümumiyyətlə belə deyim ki, Əhl-i Beyt əleyhissalam bizim qırmızı xəttimizdir və bu məclislər də bizim üçün çox fəzilətli, rəhmət, bərəkət dolu məclislərdir. Düzdür ki, biz layiq olmasaq da Allahın lütfüdür, Əhl-i Beytin nəzəridir ki, əlimizdən tutur, biz bu məclisləri təşkil edə bilirik. Və duamız da budur ki, Allah hər birimizdən bu xidmətləri ali dərəcədə ixlasla, mərifətlə qəbul eləsin ki, istəyirik ki, savab olsa da bu savabı hədiyyə eləyək ağamız Mehdi əleyhissalamın təcili zuhuru və salamatçılığı üçün. Və ümumiyyətlə Əhl-i Beyt məclisləri ədəb-ərkan məclisləridir. Bizlərin üzərində bir vəzifədir. Əgər biz bu məclisləri təşkil ediriksə, vəzifədir ki, dəvət elədiyimiz qonaqlara müəyyən hallarla bağlı müraciət eləyək ki, yəni buyurub gəlirsiniz, hər bir gələn insan da orada xidmət göstərir. Gəlişi ilə, əyləşməyi ilə, dinləməyi ilə. Və hər dəfə ki, biz xahiş edirik ki, unutmayaq ki, bu məclislər ədəb-ərkan məclisləridir. Bəzi dünyəvi məclislərdə mütləq ki, fərq olmalıdır. Biz bura niyə məclislərə niyə gəlirik? Ruhumuz dincəlsin, belə aramlıq tapaq, bilmədiyimiz nəsə öyrənək, hidayət olunaq, islah olunaq. Və hətta belə deyim ki, düzdür ki, 44 günlük müharibədən öncə bizim tədbirlərimiz olub. Amma 44 günlük müharibədən sonra pandemiya vaxtına düşmüşdü də. İlk məclisimiz təşkil edəndə şəhid analarından təşkil elədi. Yəni buradan fürsətdən istifadə edib əziz dəyərli şəhid analarına salamımı çatdırmaq istəyirəm. Həmişə mən onlara buyuram ki, bizim məclislərimiz sizinlə gözəldir. Və bu məclislərin sayəsində belə deyim ki, ilk növbədə şəhidlərimizin qanı bərəkətidir və bu məclislərin sayəsində bir çox şəhid analары hicaba keçiblər, namaza gəliblər. Hətta Əhl-i Beyt əleyhissalam haqqında məlumatları olmayan analar indi Əhl-i Beyti mən bu barədə sual verəcəkmişəm ki, bu məclislər ki, qurursunuz, təşkil yeri gəlmişkən bir neçə dəfə də biz dəvət almışıq. O qədər mən ruh yüksəkliyi ilə o məclislərdən qayıtmışam ki, nə qədər əxlaq, nə qədər hər şey qaydasında, doğrudan da nizam, intizam, mən buna görə hər ikinizə, yəni öndə gedənlərə və o İctimai Birliyin bütün nümayəndələrinə özlərinin təşəkkürümü bildirirəm. Bax, bu məclislərin, Hacı xanım, cəmiyyətə nə kimi xeyri var? Bax, bu barədə bir qədər. Bunu vurğulamaq istəyirdim ki, bir çox şəhid analarımız heç Əhl-i Beyt əleyhissalam haqqında məlumatlar olmayıb. Sonradan məclislərə gəldilər, tanıdılar, bildilər.
rəğbət oldu, aşiq oldular Əhlibeytə. Hətta ziyarətlərə gediblər. Ay Yenə deyirəm, maşallah. hicabdadılar Ay maşallah. maşallah. Hətta bu məclislərdə xidmət göstərirlər. Subhanallah. Və Subhanallah. bir çox insanlar buyurub gəlir ki, ruhumuz dincəlir, bilmədiyimizi öyrənirik. Bir qismi çıxırıq. Oradakı bəzi düzdür ki, bizlər tədbirlərdə Allah xatir tənqidləri qəbul edirik. Nöqsanlarımız olur. Olmaz. Allah əfv eləsin Olmaz. Əhlibeytə xatir. Amma Amin. müəyyən xanımlar var ki, məsəl üçün dəvət eləyirik. Öncədən bildiririk ki, baxın bu Əhlibeyt məclisidir, danışmaq olmaz, hər şey riayət olunmalıdır. Qəbul eləmirlər. Bizdən inciyirlər, küsürlər ki, qəlbimizi qırırsınız, amma biz burada öz nəfsimizin sözünü demirik. Hətta bu yadıma düşdü. Mənim o verilişlərin, o tədbirlərin birində Hacı xanım idarəetməni mənə təhvil vermişdi. Mənə Hacı xanım işarə verdi ki, xanımlara deyin telefonların kodunu alsın, sakitlik olmalıdır. Yəni burada fikir eyni nöqtəyə yönəlməlidir. Yəni burada məqsəd bir dənədir. Yəni burada qulaq asaq, maariflənək, öyrənək. Yəni bu telefonda bugün bir xəstəlikdir də. Davam eləyək inşallah. Baxın, biz bu məclislərə kimlər ki dəvət eləyirik, yenə deyirəm. Söhbət hər yerdə var. Bəli. Telefon, WhatsApp, yəni amma bu məclislər söhbət yeridir. Hər dəfə ki mən orada aparıcılıq eləyəndə vurğulayıram ki, xahiş edirəm. İstər bir təşkilatçı olaraq buyurub gələn ana bacılarımızdan xahiş edirik ki, bu məclislərin dəyərini bilək, qədrini bilək, ədəb ərkan qaydalarına riayət edək və qoruyub saxlayaq. Və bunu demək istəyərdim ki, bir çox insanlar var ki, bu tədbirlərin təşkil olunmalıdır. Həm maddi mənəvi dəstək göstərirlər. Mütləq onlara təşəkkür eləmək istəyirəm. Ondan da əlavə o ki, bizim ilahiyyatçı qardaşlarımız var, ruhanilər var. Hər zamanki dəvət edirik. Könüllü şəkildə məddah qardaşlarımız var. Könüllü şəkildə Allahın razılığı üçün gəlib xidmət göstərirlər. Onlara da təşəkkür eləmək istəyirəm. Və bizim yenə deyirəm, bu məclisləri təşkil eləməkdə hədəfimiz, niyyətimizin əvvəli də sonunda Allahdır. Allahın razılığıdır. Və inşallah ki, Allah hər birimizdən qəbul eləsin, əlimizdən tutsun, bahəm şəkildə xidmət göstərək. Amin. Hacı xanım, çox sağ ol deyirəm. Allah bu xidmətlərimizi, bu xidmətlərinizi daha da artıq eləsin. Doğrudan da ki, bayaq da bu pərdə arxası mən söhbət eləyəndə bir çox ruhanilərin bu sizin bu təşkilatdan, bu ictimai birlikdən o qədər razılıq elədilər. Təbii ki, bayaq çox gözəl vurğuladı mənim bacım ki, nöqsan olur, qüsur olur, bu belədir. Hətta biz bu TV-nin mübarək Ramazan ayının əvvəlindən mənim çox dəyərli qardaşlarım yeri gəlmiş ki, mən efir vasitəsilə bizlərə də bayaq Hacı xanım qeyd edir, bizlərə də mənəvi və maddi dəstək olanlara xüsusi minnətdarlığımızı bildiririk, təşəkkür edirik. Mən Mirzəlil ağa rejissorumuz, baş rejissorumuza mən öz dərin təşəkkürümü, Hikmət Cəfəriyə xüsusi minnətdarlığımı bildirirəm. Bugün Hacı xanım ən böyük bir bəlalardan biri hicab bəlası olub. Mən belə danışım. Yəni təbii ki, hicab əhlini Allah qorusun, Allah salamat eləsin. O ləyaqətli bizim ana bacılarımız ki, xanım Zəhra salamullah əleyhanın adabını, hicabını qoruyurlar. Amma bugün cəmiyyətimizdə belə bir xəstəlik formalaşıb ki, ailədə bir problem yaşanırsa və ya ictimaiyyətdə bir problem yaşanırsa, görürsə hicab tərk olunur. İstəyirəm bu barədə olan tövsiyələrinizdə işləyin inşallah. Allah razı olsun sizdən. Çox gözəl sual verdiniz. Zamana uyğun bir sualdır. Yəni Quran-ı Kərim 114 surədən ibarətdir. 6236 ayənin 4-ü hicab haqqındadır. Hicabın vacibliyindən danışır bizə. Əgər biz 9 yaşından hicaba riayət eləməliyiksə və bu qanundan niyə qaçmalıyıq ki? Və biz bu hicabı bağladıqsa, sonra onu nə üçün açmalıyıq ki? Çünki hicab vacibdir. Allah bunu bizə vacib eləyib. Bəzi insanlar ailə həyatı qurursan, bilməlisən ki, necə ailə həyatı qurursan. Öncədən sən bu hicabı bağladınsa, sən bunu demək, axıra qədər bağlamasan, açmalı deyilsən. Və yaxud da bir problem yaşansa, niyə gedib hicaba? Hicaba xələl gətirsən, amma hicab belə demək olar ki, xanım Fatimə Zəhra sallallahu əleyhanın, xanım Zeynəbin hicabıdır. Yəni xanım Xədicə Kübra bağladığı hicabdır. Biz əgər indi yaşadığımız dövrdə bir problemlərlə rastlaşırıq ki, sosial şəbəkələrdə filan, məktəblərdə hicaba qadağa qoyurlar. Elə də hamımız bunu rastlaşırıq. Amma bir şey var ki, yəni biz demokratik bir dövlətdə yaşayırıq. Bizim qanunçuluğumuza baxanda heç harda hicabı aç, harda iş yerinə gəl, məktəbə gəl, elə bir qanunumuz yoxdur. Yəni biz demokratik, müstəqil, çox gözəl bir ölkədə yaşayırıq. Bizim insanlarımızın özünün psixologiyasında nəsə çətinlik var ki, sən hicabla zarafat eləmə. Sən bilirsən ki, bu Allahın
Allahın bəşərə göndərdiyi Qurani-Kərimdə həyat proqramının 4 dənə maddəsidir. Bu maddəsini sən nə pozursan? Əgər sən öncədən sən bunu özünə meyar bilməlisən, ondan sonra bundan zarafat eləməli deyilsən və yaxud da ki, indiki gənclər bir də görürsən ki, cavan qızdır, hicaba gəldi, sonra görürsən hicabını açdı və yaxud da xanımdır, mən yox, olmaz bunlar. Bunlar hamısı bilavasitə, belə deyim də, Allaha, Allahın Quranına, ondan sonrasına, xanım Zəhriyə belə ki, necə deyim, belə onları imanlarının zəif olduğunu göstərir. Yalnız imanları zəif olduğu üçün, vallahi lap necə olsa, hara getsən hicab gözəllikdir. Biz bu günlərim baxanda cəmiyyətimizdə insanların hicaba bir baxışda var ki, hicaba çox insanlar gəlir. Hicaba rayət belə ki, çox adam eləyir. Amma bir də görürsən ki, kimsə hicabı tərk edir. Yəni, bu bəyənilmir. Çünki hicab vacib əməldir. Gərək biz o hicabı həmi belə ki, hamı hicabı əgər sevirsə bağlayacaq. Kimsə hicabı sevmirsə bağlamayacaq. Məcburiyyət yoxdur. Bəli, dində məcburiyyət. Bəli, bu qədər. Allah razı olsun Aziz xanım, Allah razı olsun, Allah sizi qorusun, Allah Taala hicab əhlini salamat eləsin və inşallah bu istəkdə olanları da Allah Taala bu yolda sabit qədəm eləsin, güc versin, mərifət versin, ədəb versin. Hicab xanımın həyasıdır, abrıdır, ləyaqətidir, ismətidir. Necə ki, bugün Fatimə-i Məsumə salamullahi əleyhanın bu mövlud günündə sadəcə o xanımı yad etməkdə, o xanımın bu mövludda onu neynən sevindirmək olar? Bir qadın əgər bugün tövbə eləyərsə, hicaba gələrsə, bu xanım Məsumənin sevincinə səbəb olar və Əhl-i Beytin sevincinə və şəfaətinə səbəb olar. Hacı xanım, bir daha sizə özlərin təşəkkürümü bildirirəm, hər ikinizə, dəyərli vaxtınıza görə. Həm ictimai birlikdə o çəkdiyiniz o zəhmətlər, o xidmətləri Allah, belə deyək də, dünya və axirət onun mükafatını versin. Sonda xanımlarımıza arzularınız nədir, istəkləriniz nədir? Ya Allah. Xanımlarımıza istəyərdim deyim ki, elə o sözə qüvvət. Bizlər hicaba keçməmişdən öncə Allah hansı qəbahətləri ki, bəyənmir, onları mütləq biz dərk eləməliyik. Bugün hicabdayıq, qeybətdəyik, hicabdayıq, riya var, təkəbbür var, məclis təşkil edirik, bir çoxu gəlir reklam üçün, şəkil çəkdirmək üçün, qeybət eləmək üçün, hətta hicablı xanımlar var ki, özləri öz abırlarını aparırlar. Amma baxırsınız ki, hicabsızdır xanım, çox ədəb-ərkanla məclisdə iştirak edir. Bizlər əgər Allahın bəyənmədiyi qəbahətləri bilməsək, heç hicaba da riayət eləməyəcək. Nə gözəl, nə gözəl. Allah razı olsun. Hacı xanım, sizin xanımlarımıza olan bu bayram tövsiyəniz və istəyiniz, arzularınız, belə deyək. Çox sağ olun ki, siz bugün bizi Qədim Quran Araşdırma Birliyi olaraq dəvət elədiniz və xanım Fatimə Məsumə əleyhanın mövlud günü idi, mövzu xanımın mövzusuydu. Deməli, xanım Fatimə Zəhranın balalarından biri idi ki, bu hicabı, bu geyimi Allah Rəsulunun qızı bizə çatdırmışdı. Quran bizə demişdi. Mən istərdim ki, bütün müsəlman xanımlar buna riayət eləsinlər. Mən istərdim ki, xanımlar bilsin ki, onlar hicabda olan nə qədər gözəl olur. Bilsinlər, biləydilər ki, Əhl-i Beyti sevmək, o xanidanda olmaq və onların yolu ilə getmək səadətdir. Onda o səadətdən kənarda qalmazdılar. Kaş bunu biləydilər, inşallah. Çox sağ olun, Allah razı olsun. Bir daha dəyərli izləyicilərim, studiyamızın qonağı, İctimai Birliyin rəhbəri olan bizim dəyərli anamız, dəyərli Hacı xanımız Nəhayət xanım Hüseynova idi və İctimai Birliyin təşkilatçısı olan Şəbnəm xanım Mirzəyeva idi. Mən özlərinin təşəkkürümü bildirirəm. Ən böyük təşəkkürüm siz dinləyicilərsiz. Bir daha bayramınız mübarək olsun. Zamanın, vaxtın o məhdudiyyətinə görə biz sizlərdən ayrılırıq. Allah təbarək və Teala 14 məsumun ziyarət və şifaətindən sizləri və bizləri binəsib eləməsin. Allah zamanın sahibinin zuhurunu təcil eləsin. Bizləri də o ağanın həqiqi nökərlərindən, əskərlərindən, sərbazlarından qərar versin. Bu günlük bu qədər. Bayramınız mübarək olsun. Sağ olun, salamat qalın.
Kızım Rüqəyyə, gör sənin üçün nə almışam. Ey Rüqəyyə, Kərbəla mərdanəsi, Əhl-i Beyt zəncirinin bir danəsi. Ey Rüqəyyə, Kərbəla mərdanəsi, Əhl-i Beyt zəncirinin bir danəsi. Ey Hüseynin qəlbinin dürdanəsi, Ey Hüseynin qəlbinin dürdanəsi. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Rüqəyyə, Bibi Zeynəb, atam Sən Əliyi Əsqərə bir bacısan, sən Əliyi Əkbərə baş tacısan, sən Hüseynin Rüqəyyə. Kərbəla miracısan, sən Hüseynin Kərbəla miracısan. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Kərbəla səhrasının mehmanısan, Əhl-i Beytin sevgili cananısan. Kərbəla səhrasının mehmanısan, Əhl-i Beytin sevgili cananısan. Sən Əli aşiqlərinin şanısan, sən Əli aşiqlərinin şanısan. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Gəlməyi hürriyyətin avazısan, Kərbəla dastanının imzasısan, sən onun şah beytinin misrasısan, sən onun şah beytinin misrasısan. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Can Rüqəyyə, Fatimə timsali sən, olsa da gər 3 yaşın çox alisən. Atasan, bu kaya çok uzakta kalır. Necə bəyəm qızım? Ben Gəncə ona vermək istəyirəm.